başqası. Aha, özü də girə bilirdi. Daha doğrusu başqası girirdi qovulan oyunçunun yerinə oyunçu. 3x basketbolda oyunçu dəyişinə məhdudiyyət var? Deyil. Yox idi. Yaxşı, sürətin hansı komponent digər ikisi ilə əlaqə gəldi? Hərəkətin qısa vaxt ərzində başa çatdırılması bunun əsas göstəricisidir. Söhbət hansı komponentdən gedir? Hı? Maksimal. Maksimaldan gedirdi. Əllər dayaqda yerində qaçış sürətin hansı komponentidir? İcra tezliyi. Aha, əllər dayaqda yerində qaçış tək hərəkətin icra tezliyidir. Nişanlanmış sahədə hər bir nişana toxunmaqla qaçış. İcra tezliyi. Aha, icra tezliyi. Nişanlar arasındakı məsafə azaldıqca nə olurdu müəllim? İcra tezliyi artır. Nişanlar arasındakı məsafə çoxaldıqca Azalır. aha, nişan arasındakı məsafə çoxaldıqca isə icra tezliyimiz azalırdı. Yaxşı, hərəkət etdirilməsi mümkün olmayan maneəni təkanın sağ-sol ayağı ilə tərpətməyə çalışmaq. Tək hərəkətin icra tezliyidir. Müxtəlif şıq vəziyyətində startlar 10-15 metr məsafəyə sürətlənmələr və kəskin qaçış. Maksimal idi. Maylı qaçış yolunda hərəkətlər, sürətlənmələrlə hərəkətlər. 20-30 metr məsafəyə sürətlənmə. Oturmuş vəziyyətdə startlar. Reaksiya. Reaksiya. Sadədir, mürəkkəb. Sadə. Qəşəng, sadə olacaqdı. Divardan neçə santimetr o aralı duraraq icra olunan hərəkətlər tək hərəkətin icra tezliyini qeyib çıxır. Hə? 15-20. Aha, 15-20 santimetr aralı duraraq. Sonra tək hərəkət aktarlarına nə olacaqdı? İcra tezliyi. Qəşəng icra tezliyi. Hərəkət fəaliyyətin planını seçmək, hərəkət edilən obyektə qarşı verilən reaksiyanın neçənci mərhələsidir? Dördüncü planı seçmək. Hərəkət fəaliyyəti planını seçmək 3-cü mərhələyə aid idi. Yaxşı, sensor reaksiya tezliyi sadiyə aiddir mürəkkəbə? Sensor reaksiya tezliyi sadiyə aiddir mürəkkəbə? Bilmirəm. Sadiyə. Bəli. Bir-biri ilə eyni məsafədə müxtəlif start vəziyyətində startlar sadədir mürəkkəb? Sadə. Təşəkkürlər anam.